Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün OTK-nın 11-lər üçün olan buraxılış sınağına baxacağıq. 15 fevral tarixində. Növbəti illərdə baxanlar üçün. Suallar biraz asan gəldi mənə, bilmirəm niyə bu qədər asandı, amma biraz 9-un buraxılışına bənzəyir. Amma baxaq. Bizə deyir ki, AD təmürləndi. Burada bir AD var. AB-nin AC-yə nisbəti 2-nin 3-ədir. Yəni deyir ki, AB-yə 2K desən, AC-yə 3K deyə bilərsən. BD 6-dır. DS-ni tapın. Tapa bilərik. Bilirsiniz ki, təmürən nisbət yaradır. Ona görə 2K-nın 3K-ya nisbəti bərabərdir 6-nın X-ə nisbəti. K-lar getdi. Çarpaz vurduğumuz zaman 2X bərabər 3 dəfə 6, 18, X bərabərdir 9. DS oldu 9. Bu çox sadə bir sual. Radiusu 5 olan kürənin səthinin sahəsini tapın deyir. Burada sadəcə düstur bilməliyik uşaqlar. Düstur nə idi? S bərabər 4πr kvadrat. 4 vurulsun. Pi bizdə elə pi'dir. Radius da 5'tir. 5'in kvadratı. Oldu 100 pi. Tənlidir, həll edin. Buna uyğun dünən bir sual izləmişdim. Trigonometriya təkrar sınağına baxdınızsa, bunu yaza bilərdiniz. Bərabər 0. Burada uşaqlar bir kvadrat tənliyi var. Əslində ümumi buraxdıqca da belə şeylər düşür. Yəni məsələn 2026 düşə bilər bu tipdə suallar. T əvəzləməsi aparırdıq. Kosinus x bərabər bir t deyirdik. Olurdu t'nin kvadratı üstəgəl 2t üstəgəl 1. Bu da bizə verir t üstəgəl 1-in xaricdən kvadratı. Nə zaman bir ifadənin kvadratı 0 olar? Özü əgər 0-dırsa. T bərabər -1. T bizdə nə idi? Kosinus x. Axı belə işarələmişdik. X bərabərdir. Bu da pi-də alacaq. Bir də onun 2pi misillərində K burada tam ədəddir. Varmı belə bir şey? Pi üstəgəl 2pi var. Bəli. Növbəti sualımız. Tənlər sistemindendir x, y xasilini tapın. Biz də tapaq. Yuxarıdan x-i ortaq çıxarsaq 2x üstəgəl y bərabər 2. Aşağıdan da 2x üstəgəl y bizə 1 verib. Bura 1 yazdığımız zaman x vur 1 bərabər 2. Bax, x vur 1 bərabər 2. X tapıldı 2. X-i 2 tapandan sonra yerini yazaq. 4 üstəgəl y bərabər 1, y bərabər -3. Bu da -3 olsa vuranda -6 alınacaq. Səhv eləməyək bunu durduq yerə. X2 idi. Bəli. Kompleks ədədlərinin hasilini tapın. Yəni Z1 vurulsun Z2 deyir bizə. Biraz əhvalım yoxdur, suallar çox asandır. 3 üstəgəl Qəddar müəllim. 5 dəfə 3 15. 5 vurulsun i 5i. İ'ni vurdum 3'ə. -3i. -i'ni -'ye vurdum. i'nin kvadratı. Bilirsiniz ki uşaqlar, i'nin kvadratı -1 deməkdir. -1. Yəni 15, 5i'dən 3i çıxsam 2i. Bu da -1. i kvadrat -1'dir. Oldu 15 üstəgəl 2i. Bu da üstəgəl 1. Yəni 16 üstəgəl 2 olacaq. Bərabərsizliyinin ödəyən natural ədədlərin cəmini tapın. 2 vurulsun. Bunu vurub açaq da. Neyniyək ki? Vurub açaq. 4x çıx 6. 3x çıxılsın 2. Hamısını yığaq bir tərəfə x-lərin. 4x çıx 3x. 6 sağa gəldi. X kiçik bərabər 4. Cəmini tapın deyir. 4 var, 3 var, 2 var, 1 var. 4'dən kiçik bərabər 4, 3, 2, 1. Məsələ bunlar da cəmi uşaqlar qausa görə 4'ü özündən 1 var böyüyə vurub 2'yə bölürdünüz. Cavabımız oldu burada 10. Bu ifadəsini də sadələşdirin. Deməli ilk olaraq nə edəcəyik? Yuxarıdakı ifadə səhv eləmirəmsə belə bir şey. X kvadrat çıx x çıx 2'dirmi görəsən? Burada vietlə gedərik. Hasili -2 cəmi müsbət 1. 2, 1 yazsam cəmi müsbət 1 olsun deyə bunu mənfi götürəcəm. Vuranda -2, toplayanda müsbət 1 əksini yazıblar. Kökləri tapandan sonra birisi necə vuruqlar ayırırıq? X-dən çıxırıq 1 kökü, sonra çıxırıq digər kökü. -1 çıxanda üstə gəlmə oldu. X kvadrat çıx 4 var məxrəcdə. Onu da A-B, A+B, x çıx 2, x üstəgəl 2 yazdıq. Burada sadəcə x-i ortaq çıxaracağıq. Qalacaq x üstəgəl 2. Məxrəcdə isə yenə də A-B, A+B, x çıx 1, x üstəgəl 1 yazdım. X çıx 2'lər getdi, üstəgəl 2'lər getdi, üstəgəl 1'lər getdi. Yuxarıda
X qaldı, aşağıda x çıxılsın 1 qaldı. C variantı. Sonsuz azalan həndəsi silsilədə S-i verib bizə Q-nu verib, bir B1-i tapın. Bizə bilirik ki, S bərabərdir. B1 bölünsün, 1 çıxılsın Q. 15 bərabər. B1'imiz bilinmir. 1 çıxılsın 3'də 1. Bu da oldu B1 bölünsün. 3'də 2. 1'dən çıxdım 3'də 1'i. 3 qalxdı yuxarı. 3 B1 bölünsün 2. İndi bu bərabərliyi əsasən 15'i o tərəfdə yazım. Daha səliqəli görünsün. Çarpaz vursaq. 3 B1 bərabər 30. B1 bərabər 10. Hələ ki düşündüyümüz heç bir sual yoxdur. Bayaqdan mən heç bir enerji sərf eləmədim. Ki nəsə düşünün və tapın. Bilmək olmaz. 6 onda 4. Necə yazmaq olar bunu uşaqlar? Bunu yaza bilərik. %64 vurulsun 10. Elə deyilmi? %64 vurulsun 10 yazsaq, o axırdan olacaq. 6 onda 4 olacaq. Bunu da yazaram. %4 vur 10. %64'dən 10'da 8 çıxdı, 10 qaldı. %4'dən də 10'da 2 çıxdı, 10 qaldı. Topladım bunları. Kökdə 10 veriblər. Buradan da kökdə 10'u istəyirsiniz ortaq çıxaraq ki, buna ehtiyac yoxdur, amma eybi yox. 10'da 8 üzərinə gəlir, 10'da 2. Bu da bizə 1'i verdiyindən qaldı elə kökdə 10. Doğru cavabımız D variantı. Bu biraz maraqlı sual oxşur nəhayət. 2 müstəvi 60 dərəcə bucaq altına kəsir. Belə suallarda uşaqlar 2 müstəviyə ehtiyac yoxdur. Sadəcə bir bucaq çəkin. Və deyin ki, bunlar 60 dərəcəli bucaq altına kəsirlər. Birinin üzərində bir A götürdüm. Müstəvidən 6 cm məsafədədir. Onda bura olacaq 30 dərəcə. Çünki 60 və 90 varsa bura 30 qaldı. A nöqtəsindən müstəvilərin kəsmə xəttinə qədər, yəni O'ya qədər olan məsafəni istəyir bizdən. Biz də baxırıq ki, 60 dərəcənin qarşısı 6-dırsa, 30'un qarşısı nə olacaq? 6 bölünsün kökdə 3. Kökdə 3 dəfə kiçik olaraq 30'un qarşısı. Ondan sonra yuxarını aşağını kökdə 3'ə vurdunuz. Oldu 6 kökdə 3 bölü 3. 6'nı 3'ə böldünüz 2 kök 3. Bunu tapdıq. 30'un qarşısını tapdın, 90'ın qarşısını tapmaq üçün bunu 2'yə vuracaqsınız. 4 kökdə 3 olacaq. Y variantı olar. A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər. B-də isə 6'ya bölünən 2 rəqəmli ədədlərdir. A və B çoxluğunun elementlərinin sayını tapın. İndi burada uşaqlar, məsələ nədir? A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər. B çoxluğunun elementləri isə 6'ya bölünən 2 rəqəmli ədədlərdir. Onda biz deyə bilərik ki, bu bir A çoxluğudursa, B onun daxilindədir. Çünki niyə? Onsuz da 6'ya bölünən 2 rəqəmli ədədlər cütdür. Və ikisinin də kəsməsi nə oldu? Elə B çoxluğu. Bizə B çoxluğu lazımdır sadəcə. Biraz şərti mürəkkəbləşdiriblər. Deyir ki, bir 2 rəqəmli ədədlər çoxluğu var, bir də 6'ya bölünən 2 rəqəmli ədədlər çoxluğu var. Burada 2 rəqəmli ədədlər hamısı cütdür. Cütlər hamısı mesela 12, 14, 16, 18. Onsa bax 18 gəldi, 12 gəldi. Siz bütün 2 rəqəmli ədədləri yazdığınız zaman cütləri avtomatik oradakı 6'ya bölünən bütün ədədlər çıxacaq. Demək ki, B A-nın daxilindədir. B A-nın az çoxluğudur. Ona görə də bizə burada A lazımdır. Biz sadəcə B çoxluğunu araşdırsaq məsələ bitmiş olur. 6'ya bölünən 2 rəqəmli ədədlər. Birincisi hansıdır? 12'dir müəllim. Sonuncu hansıdır? Sonuncu da müəllim 98 mi olar? 98 3'ə bölünür mü? 17 yox. 98 olmadı. 17, 90 neçə olmadı? Rəqəmlər cəmi 99 olmadı. 98 olar mı? Olmadı. 6 çıx 90 yox. Bulacağız. Deməli 20, 18, 17, 16, 15. 15 o da olmaz. Nə oldu mənə? Bircə saniyə. Həyəcanlandım. Vuraq bunu 10, 5'ə 90, 16'ya vursaq 96 da. 98 niyə yadımda qalıb bu? Olur. İnsanlıq olur. İndi burada 12 uşaqlar 2 dəfə 6'dır. 96 neçə dəfə 6'dır? 16 dəfə 6'dır. Bəli. 2-dən 16'ya neçə ədəd var? İndi başqa o da deyəcəm. Bilirəm siz belə öyrənməmisiniz. Müəllim 16 çıx 2 üstə gəl 1. Yəni 15 dənə. Elə 15 dənə burada ədəd var deyə bilərik. Kimsə deyər ki, müəllim bunun başqa yolu var da, 96'dan çıxırdıq 12'ni, aradakı fərqə bölürdük. Aradakı fərq nə qədər oldu? Deməli aradakı fərq 12'dən sonra gəlir 18, 6'dır da. Üzərinə 1 gəlirdik. Güya nə olacaq ki, 96'nı 6'ya böldün 16, 12'ni böldün 2, eyni şey oldu da. Nə mənası var? Baxaq. Deyir ki, bu ifadəsinin qiymətini tapın. Birinci uşaqlar, sinus 60 dərəcə kökdə 3 böl 2 deməkdir. Kosinus 30 dərəcə, bu da kökdə 3 böl 2 deməkdir. Tangens 60 kökdə 3 deməkdir. Kotangens 30 da kökdə 3 deməkdir. Ümumiyyətlə,
tamamlayıcı bucaqların sinusları kosinuslarına, tangesləri kotangeslərinə bərabərdir. Dünən çox gözəl şəkildə bunu təkrarladıq. Kim baxmayıbsa baxsın. Video var. Trigonometriya full təkrar. Məxrəclər eyni olduğu üçün sürətlər toplandı. Burada yenə də 2 dənə kökdə 3 oldu. 2'lər getdi. Kökdə 3 bölü 2 kökdə 3. Bunlar getdiyi zaman da oldu 2'də 1. Yəni C variantı. 40 girməli suala oxşuyur. 15% 60 olan ədədi tapın. 60'ı 100'ə vurub faiz göstərən ədədə bölürük. Getdi 4 qaldı. Cavabımız 400. 210 ədədinin sadə vuruqlarının cəmini tapın. Deməli 210 sadə vuruqlarının cəmini tapın. Maraqlı sual oxşuyur bu. 21 vur 10 yazdım. 21 3 vur 7. 10'da 2 vur 5'dir. Burada elə müxtəlif sadə vuruq kimidir. Topla bunları. Bitdi mi? 3 vur 7, 2 vur 5. Bəli. Bu ikisinin cəmi 5, bu da 5, 10, 7 olacaq. İfadəsinin qiymətini tapın. Deməli burada uşaqlar birinci addımımız bax bu hazır sual tipi dərsində. Buradan 7'lər gedir. Buradan 15'lər gedir. Qalır loqaritma 2 əsasdan 8. Bu da loqaritma 2 əsasdan 2'nin kubu yazıb kubu qarşı atdığımız zaman görürsünüz ki bunlar gedir. Cavab 3 alır. Həm də ki 2 əsasdan 8 3 deməkdir. Niyə o qədər uzadırıq? Bunun səbəbini istəyirsə izah edeyim. Niyə belə ixtisar gedir? Baxın loqaritma 2 əsasdan 7'ni mən belə yaza bilərəm. Loqaritma 7 əsasdan 2. 1 bölünsün 7 əsasdan 2. Yaza bilərəm təbii ki. 7 əsasdan 15. Çünki tərsi olduğu zaman əsasla loqaritmalı ifadə yerini dəyişir. Bəs bu bizə nə verir? Bu ikisinin hasilini götürdüm. Biraz dəyişdim. Bu bizə verir. Loqaritma 7'lər gedir. 2 əsasdan 15. İndi də loqaritma 2 əsasdan 15'i vurublar. Loqaritma 15 əsasdan 8. Yine eyni şey eləyə bilərsiniz. Deyərsiniz ki, mən bunu yazdım. 1 bölünsün loqaritma 15 əsasdan 2. Yuxarıdakı ifadə də sürətə gəlsin. 15 əsasdan 8. Bu da oldu loqaritma 2 əsasdan 8, yəni 3 deməkdir. Məsələ bitdi. Deyir ki, MN 2'dir, bura 5, 6. Bunlar oxşar imiş. Və deyir ki, baxın, AB tərəfi ilə MN uyğundur. Baxın, AB, MN. Sonra BS tərəfi ilə NK. Hərflərin burada ardıcılığı çox önəmlidir. BS ilə NK, bir də AC ilə də MK. Bəli. Əla. Onda uyğun tərəflərə baxaq. Burada 10'dur. Burada 2'dir. Bərabərdir. Bura bir X deyim, bura bir Y deyim. Burada 5 var, burada Y var. Y bölünsün 5. Bir də X var, 6 var. X bölünsün 6. Yəni, nədir? Böldüm. Axı, burada oxşarlıq hamısı bir K-dırsa, hamısı üçün eynidir. Sonra bunları çarpaz vuranda 2Y bərabər 50, Y bərabər 25. Y 25'dirsə, buradan gedək sizin üçün. Çarpaz vururam. 5x bərabərdir 25 vur 6. Bundan bu getdi. 5 qaldı. X bərabər 30. ABC üçbucağının perimetrini tapın. Deməli, perimetrimiz 10 üstə gəl, x üstə gəl, y olmayacaqmı? 3 dənə tərəfini cəmləyirəm də. Biri 10'dur, biri 25'dir, biri də 30'dur. Neçə oldu? 55, 65. 47. BD parçası ABC üçbucağının, CM parçası isə BCD üçbucağının medianıdır. Maraqlı sual oxşuyur. Bəlkə biraz böyüdək. BD parçası buranın. Deməli, yarı bölündü. CM parçası isə BCD üçbucağının medianı da yarı bölündü. ABC üçbucağının sahəsi 180 olarsa. Gözəl sual. Birinci uşaqlar, biz bilirik ki, median sahəni nə edir? Yarı bölür. S isə bura S olur. Onda bu üçbucaqda əgər CM mediandırsa, necə bölər sahəni? S-in S-ə bölər. Digər tərəfdən BD median olduğu üçün bura 2S isə burada 2S'dir. İndi bizə ABC-nin sahəsini verib 4S'i verib 180. Hamısının sahəsi 4S oldu. S bərabər 45. MBS bunu bizdən soruşur. MBS də elə 45 olacaq. Məsələ bitdi. Tənliyin deyir ki, böyük kökünü tapın. Burada uşaqlar, sol tərəflə bir işimiz yoxdur. Sağ tərəfdə 64'də 1 necə yazıla bilər? 64 2 üstü 6'dır. 1 bölünsün varsa tərsini yazanda yuxarı bir mənfi 6 yazarım. Əsaslar eyni olduğu üçün qüvvətləri bərabərləşdirərik. X kvadrat çıx 5x bərabər mənfi 6. X kvadrat çıx 5x üstə gəl 6 bərabər 0.
Bu da 2 və 3 olmayacaq mı? Vuranda 6 toplayanda 5. Böyük kökümüz 3 oldu. Qutuda 4 sarı, 3 qara, 5 yaşlı rəngli qələm var. Təsadüfən seçilmiş 2 qələmin eyni rəngli olması əsasında ehtimal tapın. Deməli uşaqlar, biz əvvəlcə ehtimal yazanda nə yazırıq? Əlverişli hal sayı bölünsün mümkün hal sayı. Bizdə mümkün hal sayı nədir? Deyir ki, 2 qələm seçirəm. 2 qələmi seçirsən 12 qələmin içindən. 12-dən 2. Əlverişli hal sayı nədir? Deyir ki, qələmlər eyni rəngli olsun. Yəni sən ya 4-ündən ikisini seçirsən, vurma yoxdur burada. Ümumiyyətlə uşaqlar, burada və ya da əslində. Yəni 4 dənəsindən ikisi və ya 3 dənəsindən ikisi və ya 5 dənəsindən ikisi. Çünki hamısı bizim işimizə yarayır. Bu eyni anda deyil. Məsələn desəydi ki, biri sarı, biri qara, 4-dən 1 vurulsun 3-dən 1 yazardım. Orada vurma olmalıdır. Çünki niyə? Hələ bitməyib məsələ. Burada isə yazdın 4-dən 2 məsələ bitdi. Ona görə də biz toplama yazırıq ortaya. 3-dən 2 bir də üzərinə gəl 5-dən 2 yazmaq olar. Ondan sonra 12-dən 2 deyəndə söhbət nədən gedirdi? Bu 2 əvəzinə məxrəcdə 1 vur 2 yazardım. Yuxarıdakı 12-də 12 vurulsun 11 yazırdım. Burada yenə də 1 vur 2, yuxarıda 4 vurulsun 3. Yəni azalda yazırdıq. Həkim səni başqaca öyrənə bilər bunu, amma bu daha yaxşı yoldur. Nə edirsən? 12-dən 1 var, azaldırsan 11 yazırsan. Əgər 2 varsa, 3 yazsaydı 12 vur 11 vur 10 yazardım. 3 ədəd. 4 yazsaydı 12 vur 11 vur 10 vur 9 yazardım. Neçə yazıbsa ora həmin qədər ədəd yazıram. Üzərinə gəl. Burada yenə də 1 vur 2, 3 vur 2 oldu. Düzdür, bu 3-dən 1-dir, amma yenə belə yazdım. Burada isə 5 vur 4, 1 vur 2. İndi uşaqlar həm aşağını, həm yuxarını 1 vur 2-yə vursaz, yəni 2-yə vursaz, 2-lər yoxa çıxdı. Aşağıda qaldı 12 vur 11. Yuxarıda 3 dəfə 4, 12. 3 dəfə 2, 6, 5 dəfə 4, 20. Toplasam 18, 38, 12 vur 11. 2-yə bölsəm 6, 19. Nəhayət 19 böl 66 oldu. Funksiyasının qrafikinə əsasən F4-ü tapın. Deməli uşaqlar, biz parabolada əsasən ya köklərlə verir bizə, ya da ki, təpə nöqtəsindən verir. Məsələn, burada təpə nöqtəsindən olduğu üçün biz hansı düstur yazacağıq? Fx bərabər A vurulsun, x çıxılsın m-in xaricdən kvadratı üzərinə gəl m. Burada uşaqlar, m təpə nöqtəsinin apsisidir, n isə təpə nöqtəsinin ordinatıdır. Bunu qarışdırmayaq. Yəni bizdəki mn nə olacaq? Buradakı təpə nöqtə mn bizdə oldu 1, 4. X-imiz 1, Y-imiz 4. Onda mən burada yerini yazıram. A vurulsun, x çıxılsın 1-in kvadratı üzərinə gəl 4. Bunu yazdım. Bir də əlavə olaraq bizim bu funksiyamızın qrafiki 5-dən keçir. Amma bu 5 elə belə bir 5 deyil. Bu əslində 0,5-dir. Çünki bir nöqtə y üzərindədirsə onun x-i 0-dır. Onda 0,5-dən keçməlidir. Bura 0 verdiyimiz zaman buna 5 deyəcək. 5 bərabər A vurulsun, mənfi 1-in kvadratı üzərinə gəl 4. 4-ü o tərəfə attım. 1 bərabər A deməli 1 imiş. A 1-dirsə, yəni 0x-in yerini yazdım, bərabər edim 5-ə. Çünki 0 5-dən gedib də 0 x-i göstərir, x-ə 5-i göstərir. Ya da ki fx. Bu da biz belə deyə bilərik. X fx nöqtəsi deyə bilərik. A 1-dirsə yerini yazıram burada. Bunu silim, hətta yerini yazdım bura 1. Elə deyil. Bura 1 yazaq. Birini də yazmağın nə önəmi var, bilmədi o da. İndi buradan nə istəyir bizdən? Deyir ki, F4-ü tapın. F4-ü tap deyəndə x-in yenə 4 yazırsan. 4 çıx 1-in kvadratı üzərinə gəl 4. Bu da oldu 3-ün kvadratı 9, o da 4, 13. Məsələ bitdi. Sonra çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 olan qarşılıqlı perpendikular 2 vətər çəkilmişdir. Burada deməli 12 isə bura 16-dır. Onda bura nə oldu? 20 oldu. Pifaqordan. Baxın 3, 4, 5-i nəyə vurublar? 4-ə vurublar. 12, 16, 20 olub. 12, 16-nı verdi, 20-ni özüm tapdım. Kimsə Pifaqordan yaza bilər təbii ki. Deyər ki, mən 256 da 144, 400 oldu, kök aldım 20. Digər tərəfdən biz bilirik ki, 90 dərəcəli daxilə çəkilmiş bucaq diametrə söykənir. Bizim diametrimiz 20 imiş burada. Niyə söykənir? Çünki burada fikir verin, 90 dərəcə olsa, bura gərək 180 dərəcə olsun. 180 dərəcə demək, çevrəni 2 bərabər hissəyə bölmək deməkdir. Onda diametr olmalıdır o. Radiusumuz da oldu buradan bizim 10. Çevrənin də uzunluğu, istəyirsən pi d ilə tap. D-nin yerinə 20 yazdı, 20 pi. Bunu öyrənməmişsin, yəni ki, mən 2 pi yerdən tapırıq da, şova gerək yox. 2 vur, pi vurulsun, bura 10, yenə də 20 pi. Fərq etməz, eyni şeydir. Çənin altda 5 hissəsi su ilə doldur. Çəndəki suyun 5də 1 hissəsi qədər işlədildikdən sonra 80 litr su qalarsa, çən neçə litr su tutur. Deməli, bizdə bütöv çənimiz nə olsun? 6da 5 hissəsini işləm. Belə bir çənimiz var. Çən olsun, məsələn, 6K, ya da ki, 6X.
Bunun 5x'i doldur. Bura boşdur, bura havadır deyək. Bir çən var. 6-da 5, yəni 6x-dən 5x doldur. Belə yazıram ki, qısa tapım. Çəndəki suyun 5də 1-i işlədildi. 5x-in 5də 1-ni işlətsən, nə olur bunun 5də 1-i? Olur x. Yerdə qalar, burada getdi. Yerdə qaldı 4x. Deyir ki, 80 litr su qalarsa, yəni 4x bərabər 80 imiş. X bərabər 20 olduğunda. Çən neçə litr su tutur? 6 vur 20, doğru cavabımız oldu 120. 5x qalmışdı, 1x'i boş idi. O 5x'in də 5də 1-i getdi, 4x qaldı və 80 litr qalıbsa, onda 4x bərabər 80, x bərabər 20. Ümumi də 6x demişdim, vurdum, tapdım. Məsələ bitdi. Durğun sudakı sürəti bu qədər olan motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Maraqlı sualdır. Deyək ki, bura bir başlanğıc nöqtəmiz olsun, bu da son nöqtəmiz. Son nöqtəyə B deyərik həmişə. Deməli, biz A-dan B-yə gedirik. Durğun sudakı sürəti V motorlu qayıq deyək, 50 imiş. Çayın axını ilə 3 saata getdiyi yol. Məsələn, çayın axını ilə getsə uşaqlar, nə olacaq? Çayın axma sürəti buna kömək eləyəcək. Üzərinə gəl V çay. Çünki mən də belə gedirəm, çay da belə gedir, mənə aparır da, mənə kömək edir. Az da olsa mənə kömək dəyir. Onda bizim sürətimiz oldu, axınla getdiyimiz sürət, Vm üstəgəl V çay. 3 saata getdiyi yol. Yəni 3 vurulsun Vm üstəgəl V çay oldu, axınla 3 saata getdiyi yoldur. Bir də axına qarşı 4 saata getdiyi yol. Axına qarşı gedirsən, bu zaman Vm çıx V çay olar, çünki sənə mane olur və 4 saat. 4 vurulsun Vm çıx V çay. Hər iki yolumuzu yazdıq. Deyir ki, axınla getdiyi bu yol, axına qarşı getdiyi yoldan 4 km azdır. Bu yollar fərqlidir təbii ki. Biri çox gedir məsələn, buradan buraya gedir. Yollar fərqlidir. Eyni yol deyil, AB məsafəsi deyil. Özü deyir axı, 8 km azdır deyir. Mən də baxıram ki, hansı azdır? Axına qarşı 3 saata getdiyi yol, axına qarşı getdiyi yoldan azdır. Onda buradan siz 8 çıxdığınız zaman bunlar bərabərləşir də. Axına qarşı getdiyi yoldan 8 çıxsan, axınla getdiyi yola bərabər olar. Bir çayın axma sürətini tapın. Sadə sualdır. Burada 3Vm üstəgəl 3V çay bərabər 4Vm çıx 4V çay çıx 8. Hamısını yığsaq bir tərəfə. Ya da ki, belə eləyək. 4V çayı bu tərəfə atım. 3V çay üstəgəl 4V çay bərabər 4Vm var. 3Vmi də attım bura. Çıx 8. Oldu 7V çay bərabər Vm çıx 8. Bizdə Vm 50 idi uşaqlar. 50 çıx 8 42 oldu. V'mi biz bilirik. Onda 7V çay bərabər 42 desə, V çay bərabər 6. 6 olacaq. Çayın axma sürətini tap. Biraz qəşəng sualdır. Çox da sadə sual deyil. Maraqlıdır. Son 2 dənə sualımız. Deyir, oturacağının diaqonalı AC 4/3, yan tili AC isə 4 olan düzgün dördbucaqlı piramida. Biz başa düşürük ki, bu düzgün dördbucaqlı piramidadırsa, oturacağı kvadratdır. Bütün yan tilləri bərabərdir. Bütün yan tillər oturacaq müstəvisinə eyni bucağı əmələ gətirir. Bütün yan üzlər oturacaq müstəvisinə eyni bucağı əmələ gətirir. Bütün apofemlər bərabərdir. Və burada hündürlüyün mərkəzi daxilə və xaricə çəkilmiş çevrənin mərkəzi ilə üst-üstə düşür. Hündürlüyün oturacağının deməli mərkəzə düşdüyünü bilməliyik. İndi AC 4/3-dürsə, bura mərkəzdir. Onda bura olacaq 2/3, bu da olacaq 2/3. Bura perpendikulardır. Piramidanın həcmini tapmaq üçün biz onsuz da oturacağın sahəsini tapa bilərik. Bizə buradakı hündürlük lazımdır. Və bu üç ucağa baxın. Bizə SO hündürlüyü lazımdır. Buna bir H desək, H-ın kvadratı üzərinə gəl. Bu burada düz bucaqlı uçaq var da. 2/3-ün kvadratı 12 olur. 4 dəfə 3 12. 4-ün kvadratı 16. H kvadrat 4-dür. H bərabər 2 oldu. Deməli bizim hündürlüyümüz 2 imiş. Bunu bildik. Siz də bilirsiniz ki, piramidada həcm tapmaq üçün 3də 1 S oturacaq vur H yazmalıyıq. 3də 1 S oturacaq nə oldu uşaqlar? Burada bir kvadrat var əslində. Bilirsiniz ki, diaqonalı 2/3-dür. Deyə bilərsiniz ki, müəllim, biz buradan tərəfi tapaq. Tərəfsiz də eləmək olur, amma tərəfi gəlin tapaq istəyirsiniz. 45-45 bucaqlar. Çünki diaqonal tənböləndir kvadratda. Rombun xüsusalı olduğu üçün. 90-ın qarşısı bu olsa 45-in qarşısı nə olar? 2/3 bölünsün kökdə 2 olar. İndi də S oturacaq 2/3
böl kökdə 2-nin kvadratı. Hündürlüyümüz də 2 oldu. Məsələ bitdi. 3-də 1 vurulsun. 4 vur 3, böl 2 vur 2. Yüksəltdim hamısını kvadrata. 2'lər getdi, 3'lər getdi. Doğru cavabımız 4 oldu. Həcmimiz sən demə 4 imiş. Nə az həcmi var bunun. Növbəti sualımız. Bizdə bir trapesiya var. ABCD trapesiyası. Bura A olsun, bura B olsun, bura C, bura D. A bucağı 50 dərəcədir. D bucağı çox oxşamadı ama 80 dərəcədir. BC 4'dür, CD 7'dir. AD oturacağın uzunluğunu tapın. Burada bir x olsun. Biz burada nə edə bilərik? Baxın 50 və 80 çox da maraqlı bucaqlar deyil. Cəm neçə olur? 130 dərəcə. AD oturacağın uzunluğunu tapın. Biz belə edə bilərik. Burada bir parallelogram yaradaq. Belə eləsək. Nə olacaq? Bura 7 olacaq. 80 buraya qədər. Amma 50 və 80'in cəmi bizə 130 verdiyi üçün bura qalır neçə dərəcə? Burada 50 qalır. 180. Əla. Birinci, burada bir parallelogram yaratdığım üçün özüm paralel çəkdim. Bu 4 sürüşdü bura. Bu 1. Digər tərəfdən burada axı bu parça ilə bu parça bərabərdir. Çünki bərabər yanlı üçbucaq yarandı. 7 sürüşdü bura. AD oldu. 7 üstə gəl 4. Cavabımız 11. Təbii ki, ətrafda yazın. AD, bura bir ayırın. Bunu ayırdım. P yazdım. AP üstə gəl PD və s. Bunu izah etmək lazımdır. Belə əziz şagirdlər, sualların sonuna gəldik deyəsən. Bəli, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədik.